Salam, hər vaxtınız xeyir. Sizə bu videoda MHM test bankından trigonometrik bərabərsizliklər bölməsindən test 4-ün izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda verib ki, kök altında tangensin kvadratı 2x minus 1 vuraq. Kök altında sinus 2x böyük bərabərdir 0-dan. Aydın məsələdir ki, hesabi kvadrat köklərdən bilirik ki, tangens kvadratı x böyük bərabər 1 olmalıdır. Eyni zamanda sinus 2x də böyük bərabərdir 0. Və bu iki dənə bərabərsizliyin kəskinməsini tapmalıyıq. Gəlin bu iki bərabərsizliyi həll edək. Birincidə hər tərəfdən kök alsaq, bilirik ki, modulda tangens x böyük bərabərdir 1 olar. Buradan da aydın məsələdir ki, bir dəfə tangens x 1-dən böyük və tangens x kiçikdir, bərabərdir mənfi 1 olar. Bu hər iki həllin birləşməsini tapmalıyıq. Gəlin bunu göstərək qrafik üzərindən. Bilirik ki, tangensin qrafiki bu şəkildədir. Y bərabərdir 1 düz xətti buradan keçir. Yəni y bərabərdir 1 düz xətti. Biri alır pi bölünsün 4-də. Deməli bura pi bölünsün 4-dür. Və biz bilirik ki, tangensin asimptotu pi bölünsün 2 və mənfi pi bölünsün 2-dir. Bu asimptotları qeyd edib mənfi pi bölünsün 2. Burada olsun mənfi pi bölünsün 2. Tangensin 1-dən böyük olduğu yer, baxın bu hissədir. Yəni pi bölünsün 4, yazıram pi bölünsün 4-ü alır. Üstə gəlinsin pi-dən, pi bölünsün 2 üstə gəlinsin pi-yə qədər birləşir. Digər hissə mənfi 1-dən kiçik olduğu. Bu da y bərabərdir mənfi 1 düz xətti olsun. Y bərabər mənfi 1 düz xətti. Buradan kiçik olan hissə düz bura. Orada aydın məsələdir ki, mənfi pi bölünsün 2-dən üstə gələk pi-yə. Mənfi pi bölünsün 4 üstə gəlinsin pi-yə qədərdir. Bu oldu tangensin. Tangens kvadratı x böyük bərabərdir 1 bərabərsizliyin həlli. Digəri isə sinus 2x böyük bərabərdir 0-dan. Aydın məsələ ki, sinusun 0-dan böyük olduğu yerlər birinci və ikinci rüblərdir. Onda yaza bilərik 2 pi-dən böyük olmalıdır 2x, kiçik olmalıdır pi üstə gələk 2 pi-dən. Bunu hər tərəfini 2-yə bölsək, yalarıq pi-dən böyük, pi bölünsün 2 üstə gəlinsin pi-dən kiçik olmuş olar. Aldığımız bu iki dənə həlli kəsişdirək. Deməli, vahid çevrə üzərindən bunların kəskinməsini göstəreyim. Bir dənə vahid çevrə çəkirik. Birinci, bu qırmızı ilə işarələdiyimi göstəreyim. Deməli, bu qırmızı ilə işarələdiyim olar belə. Pi bölünsün 4, pi bölünsün 4, yəni 45 dərəcə. Buraya yazaq pi bölünsün 4. Pi bölünsün 4-dən pi bölünsün 2-yə kimi. Həmin hissəni bu qırmızı ilə göstərirəm. Və onun üzərinə pi-yə, yəni 180 dərəcə gəldikdə, dövrlərini gəldikdə gəlib alarıq buranı. Digər tərəfdən mənfi pi bölünsün 2 üstə gəlinsin pi-dən, mənfi pi bölünsün 2 üstə gəlinsin pi-dən, mənfi pi bölünsün 2 buradır, üstə gəlinsin pi. Yəni buradan mənfi pi bölü 4, mənfi pi bölü 4 düz xəttində çəkirəm. O da olur belə. Yəni mənfi pi bölünsün 2-dən, baxın oranı da göstərirəm. Buradan mənfi pi bölü 4-ə kimi. Bunu da üzərinə 180 gəlsək, gəlib bu hissəni almış olarıq. İndi bizə lazım olan nədir? Bir də yuxarıdakı bunu qeyd edeyim. Bu hissə, yəni pi-dən pi bölünsün 2-yə kimidir. Yəni 0-dan pi bölünsün 2, 0-dan pi bölünsün 2-də 0 aydın məsələdir buradır. Buradan pi bölünsün 2 bu hissədir. Onun üzərinə pi-lər gəlsək, gəlib alarıq 3-cü rübü, yəni bu hissələri. Bizə lazımdır bunların kəskinməsi. Kəskinməsi yaxından fikir versəz, yaşılla qırmızının kəskinməsi pi bölünsün 4, bir də pi bölünsün 2-yə kimi. İndi dövrünə baxaq. Bir də görürsünüzsə, buna simmetrik olan bir hissə, baxın, eyni ilə burada var. Deməli, onda bunun dövrü pi-ən imiş. Üstə gələcək pi-əni. Təbii ki, pi bölünsün 4 alır. Amma pi bölünsün 2-ni almır. Pi bölünsün 2, üstə gəlsin pi-ən. Deməli, cavab olar. Burada hansı variant? A variant. Buna uyğun gəlir.
Deməli, sonra keçdik ikinci suala. İkinci sualda verib ki, ikinci sual. Deməli, ikinci sualda verilib kotangens x, kök altında kotangens x, kök altında kotangens x vuraq. Kotangens x minus 1 bölünsün kök 3. Kiçik bərabərdir 0. Aydın məsələdir ki, hesabi dərəcədən, yəni cüt dərəcədən bura müsbətdir. Oranın da ödənməsi üçün kotangens x hökmən böyük bərabər 0 olmalıdır. Ora müsbət olduğu halda onda mənfi olması üçün bura mənfi olmalıdır. Onda yazırıq kotangens x də kiçik bərabərdir 1 bölünsün kök 3. Bu iki dənə həllin kəskinməsi bizə lazımdır. Aydın məsələdir ki, kotangensin sıfırdan böyük olduğu yerlər, kotangensin sıfırdan böyük olduğu yerlər, yəni birinci və üçüncü rüblərdir. Birinci və üçüncü rübləri biz belə qeyd edə bilərik. Birinci rüb 0 üstə gəl pi-yin eləyər pi-dən, pi bölünsün 2 üstə gələk, deməli pi-nə kimi. Aydın məsələdir ki, 90 dərəcədə kotangens 0 alır. Ona görə buranı daxil edə bilərik. Bu oldu bizə kotangens x böyük bərabərdir 0 bərabərsinin həlli. Digər tərəfdən kotangens x-in 1 bölünsün kök 3-dən kiçik olduğu yerlər. Deməli, koordinat sistemi çəksək, kotangens x-in qrafikindən istifadə edək. Kotangens x-in qrafiki bu şəkildədir. Bizə lazım olan hissə kotangensin 1 bölünsün kök 3-dən kiçik olduğu. Y bərabərdir 1 bölünsün kök 3 düz xəttdə də buradır. Yazaq y bərabərdir 1 bölünsün kök 3. Və kotangensin 1 bölünsün kök 3 aldığı yer bunun 60 dərəcə olduğu yerdir. Yəni pi bölünsün 3. Buraya yazaq pi bölünsün 3. Və bundan kiçik olduğu yerlər buradır. Bunun da asimptotu aydın məsələdir ki, pidir. Yəni pi-nlərdir. Bu oldu belə. Deməli, bunun da həlli pi bölünsün 3-dən, pi bölünsün 3 üstə gəlsin pi-ndən olar, deməli, pi üstə gəlinsin pi-nlərə kimi. Bunu da almır. İndi bizə lazımdır bu iki dənə həlli kəsişdirmək. Bu iki dənə həlli kəsişdirək. Koordinat sistemi çəkim. Deməli, vahid çevrə üzərindən bunların kəsişməsinə baxaq. Bu olsun bizim vahid çevrə. Birincisinin əhəmiyyəti odur ki, birinci rüb və üçüncü rübdür. Yəni 0-dan 90-a kimi, 0 almır, 90 alır. 0-dan 90-a kimi. Bunu qırmızı ilə göstərin. Baxın bu hissə. Bir də buranı almır, buranı alır. Bir də bura. Və digər tərəfdən bunun həlli isə pi bölünsün 3-dən pi plus pi-nə kimi. Pi bölünsün 3 haradır? 60 dərəcə. Mən 60 dərəcəni buradan ayırıram. Bura olsun pi bölünsün 3. Pi də buradır. Pi də aydın məsələdir. Bəyəklərimi göstərmişik. Buradan buranı qeyd edirəm. Olur bura kimi. Eyni zamanda onun simmetrik olduğu yer bir də buradan bura kimidir. Fikir verirsə yaşılla qırmızının üst-üstə düşdüyü yerlər pi bölünsün 3. Təbii ki, pi bölünsün 3-ün özünü alır. Üstə gələk. Dövrü pk olacaq. Çünki bir dənə koordinat sistemində eyni ona simmetrik olan başqa bir yerdə var. Ona görə yəni 180 gəlməklə həmin hissəni almaq mümkündür. Ona görə pi bölünsün 2 üstə gələk pk. Təbii ki, 90 dərəcəni də alır. Fikir verirsə, burada içini qaralamışdıq. Onda buranda qapalı mörtəzə edə bilərik. Deməli, 2-də də cavab oldu B variantı. Sonra baxaq 3-cü suala. 3-cü sualı yazaq. Deməli, bu da olsun 3. 3-də də verib ki, funksiyası bütün ədəd oxunda təyin olunmuş azalan funksiya olarsa, f tangens x kiçik bərabərdir f kotangens x bərabərsini həll edir. Azalan funksiya olduğuna görə aydın məsələdir ki, əgər bu funksiya bundan kiçiksə, onda bunun arqumenti digərindən böyükmüş. Deməli, bizdən bunu istəyir. Burada kotangens x-i keçirsək sola, olar tangens x minus kotangens x.
böyükdür, bərabərdir sıfırdan. Bunları açıq şəkildə yazsaq, sinüs x bölək kosinüs x minus kosinüs x bölək sinüs x böyük bərabərdir sıfırdan. Ortaq məxrəc eləsək, olar sinüs x vuraq kosinüs x, sinüs kvadratı x minus kosinüs kvadratı x böyükdür, bərabərdir sıfırdan. Aydın məsələdir ki, sürət mənfi kosinüs 2x-in açılışıdır. Məxrəcdəki isə, yəni bunun sürət və məxrəcini 2-yə vuraq, olar belə, mənfi 2 kosinüs 2x. Məxrəcdə də sinüs 2x böyükdür, bərabərdir sıfırdan. Hər tərəf mənfi 2-yə vursaq, hər tərəfi mənfi 2-yə vursaq, daha doğrusu mənfi 2-yə bölsək, alarıq kotangens 2x kiçikdir, bərabərdir sıfırdan. Deməli, bizə bu həll lazımdır. Bunu yazaq belə. Koordinat sistemindən məlumdur ki, kotangensin ümumən mənfi olduğu yerlər 2-ci və 4-cü rüblərdir. Onda biz yaza bilərik belə. 2-ci rübü götürək, üzərinə pi n'lər gələk. 2-ci rübü belə yaza bilərik. Pi bölünsün 2, üstə gələk. 2 pi n'lər, daha doğrusu pi n'lər gələk. Və aydın məsələdir ki, kotangens sinusun 0 olduğu yerlər, yəni pi n'lərdə təyin olunmayıb. Ona görə burada bərabərlik yazmıram, sağ tərəfdə. Və digər sərhəd 180 dərəcə üstə gələk, pi n'lər yazmış oluruq. Bunu hər tərəfini 2-yə bölsək, alarıq belə, pi bölünsün 4 üstə gəlinsin, pi n bölünsün 2, x, pi bölünsün 2, üstə gələk, pi n bölünsün 2. Deməli, 3-də də cavab olar D variantı. Sonra baxaq növbəti 4-cü suala. 2 kosinüs kvadratı, 4-cü sual. 2 kosinüs kvadratı x, çıx kök 3 kosinüs x, üstə gələk 4 kosinüs x, çıx 2 kök 3 böyükdür sıfırdan. Gəlin bu altdan xətt seçdiklərimdən 2 kosinüs x-i çıxaraq kənara. 2 kosinüs x qaldı kosinüs x minus 2. Buradan isə çıx kök üstləri kənara çıxaraq qalar yerdə kosinüs x minus 2. Daha doğrusu plus 2. Burada da plus 2'dir. Burada da plus 2'dir. Böyükdür sıfırdan. Qruplaşdırma aparsaq 2 kosinüs x minus kök 3 kosinüs x plus 2 böyükdür sıfırdan. Aydın məsələdir ki, kosinüs x mənfi 1 aralığında qiymətlər alır. Üzərinə də 2 gəlsək, olar 1, 3. Yəni, bu hissə müsbətdir. Bu hissə müsbətdir, onda burada müsbət olmalıdır ki, ödənsin. Onda yaza bilərik, kosinüs x böyükdür kök 3 bölünsün 2-dən. Yenə vahid çevrə çəksək, vahid çevrə çəkib üzərindən göstərsək yazdıqlarımızı. Kosinüsün kök 3 bölünsün 2-ni aldığı yerlər, kosinüs kök 3 bölünsün 2-ni alır 30 dərəcədə. Deməli, bura oldu pi bölünsün 6. Və biz xəttimizi çəksək, olar belə. İndi qulaq asın, bunu biraz düzəldim. Oldu belə. İndi bizə lazımdır kosinüsün, bu pi bölü 6, bir də aydın məsələ ki, bura mənfi pi bölü 6'dır. Kök 3 bölünsün 2-dən böyük olduğu hissələr, yəni baxın, bura bu hissədən söhbət gedir. Mən həmin hissəni yaza bilərəm belə. Mənfi pi bölünsün 6, üstə gələk 2 pi k, təbii ki, buranı almır. Bir də pi bölünsün 6, üstə gələk 2 pi k. Burada da cavab oldu 4-də, deməli A variantı. Keçid eləyək növbəti 5-ci suala. 5-ci sualda veribdir ki, deməli modulda sinusun kvadratı x minus sinus x bərabərdir sinus x minus sinusun kvadratı x. Fikir verirsə, modulda olan bir şey əksinə çıxır. Onda belə çıxır ki, modulun daxilindəki bu sinus kvadratı x minus sinus x mənfi imiş və yaxud da 0 imiş.
Bizə bunu həll eləmək lazımdır. Buradan sinus x'i çıxarsam kənara qalar. Sinus x çıx 1 kiçik bərabərdir 0-dan. Köklərini tapsaq, sinus x bərabərdir 0, bir də sinus x bərabərdir 1. Koordinat ox üzərində qeyd eləsəm, 0-ı alır və 1-i alır. İntervallara ayırsaq, bura mənfi, bura müsbət, bura müsbət. Onda belə çıxır ki, sinus x kiçik bərabərdir 1 və böyük bərabərdir 0. Həlli bizə lazımdır. Aydın məsələ ki, sinus x həmişə 1-dən kiçik bərabərdir. Onda yeganə qalır ki, sinus x 0-dan böyük bərabər olsun. Sinus x-in də 0-dan böyük bərabər olduğu yerlər birinci, ikinci rüblərdir. Onu da bu şəkildə yaza bilərik. 0 üstəgəl 2πk, yəni elə 2πk-nın özü. Və bir də 180 üstəgəl 2πk, o da pi üstəgəl 2πk deməkdir. Bunun hər ikisində alır. Deməli, 5-də də cavab oldu C variantı. Sonra baxaq 6-cı suala. 6-cı sualda buradan qeyd edeyim. 6-cı sualda verib ki, kök altında 2 sinus x minus 1. Vuraq. Kosinus x kiçikdir 0. Bərabərsizliyinin 0-2 pi aralığındakı həllini tapın. Aydın məsələdir ki, bura həmişə müsbətdir. Nə vaxt sinus x böyükdür 2-də 1 ödənsin. Daha doğrusu böyük bərabərdir. Bərabər olmayacaq. Çünki bərabər olsa 2-də 1. Onda burada bərabərlik olmalıydı. Çünki 0 olması lazımdır. Onda 2-də 1-dən böyük olmalıdır. Bura müsbətdirsə, ifadəmizin mənfi olması üçün bura mənfi olmalıdır. Bir də kosinus x kiçikdir 0 bərabərsizliklərinin kəsişməsini tapırıq. Sinus x-in 2-də 1-dən böyük olduğu yerlər, sinus x-in 2-də 1-dən böyük olduğu yerləri qeyd edeyim. Sinus x 2-də 1 aldığı yer 30 dərəcədir. Bura yazıram pi bölünsün 6. Və xəttimizi də çəkirik. Bu da y bərabər 2-də 1 düz xəttidir. Bizə lazımdır bundan böyük olduğu yer, bundan yuxarıda olan hissələr. Burada 6-da 5 pidir. Yəni pi bölü 6-dan 6-da 5 piyə qədər. Digər tərəfdən kosinus x-in mənfi olduğu yerlər. Kosinus x-də mənfi olduğu yerlər, onu da yaşılla qeyd edeyim. Baxın, bu hissədir. Onda oranı da yaşılla işarələsək, olar belə. Yəni, bu xətti buradan götürüm. Deməli, bunu buradan silim, qarışmasın. İndi bunu biraz da yaxınlaşdırsaq görərik ki, yaşılla bu işarələdiyimiz göyün kəsişməsi olur bu hissələr. Baxın, bu hissə. Oranı da yaza bilərik belə. Pi bölünsün 2-dən 6-da 5 piyə kimi. Deməli, 6-cı sualda da cavab oldu A variantı. Bizə də onsuz da 0,2 pi parçası lazım idi. Daha doğrusu intervalı. Ona görə elə dövrləri yazmadım. Sonra baxaq 7-ci suala. 7-ci sualda verib ki, 2 sinus x minus kök 2. 2 sinus x minus kök 2. Vuraq. Kökün altında kök 3 minus 2 kosinus x. Böyük bərabər 0. Aydın məsələdir ki, bu müsbətdir. İfadəmizin də müsbət olması üçün onda burada müsbət olmalıdır. Onda olur sinus x böyükdür, bərabərdir. Kök 2 bölü 2. Və təyin oblasını nəzərə alsaq, bura müsbət olmalıdır. Yəni kök 3 minus 2 kosinus x böyükdür, bərabərdir 0-dan. Alarıq kök 3 bölünsün 2 böyük bərabərdir kosinus x. Yəni bir sözlə sinus x böyük bərabər kök 2-dən kosinus x kiçik bərabər kök 2 böl 2. Bunun hər ikisinin kəsişməsi lazımdır bizə. Gəlin indi bunun həll edək və kəsişmələrinə baxaq. Deməli, yenə vahid çevrə üzərindən həmin həlləri göstəreyim. Bu olsun bizim vahid çevrə. Sinus x kök 2 böl 2-ni aldığı yerlər 45 dərəcədir. Bunu biraz aşağıdan qeyd edeyim. Aha, bura yazaq pi bölünsün 4. Eyni zamanda burada olur 4-də 3 pi. Sinus x-in bundan böyük olduğu yerlər bu qırmızı ilə göstərdiyim hissələrdir. Və digər tərəfdən kosinus x-in kök 2 böl 2-dən kiçik olduğu yerlər. Kosinus x-i də buradan göstərim. Yəni o pi böl 4-dən və mənfi pi böl 4-də buradan yazım.
Bizə lazımdır bunun kiçik olduğu yerlər. Kiçik olduğu yerlər yenə yaşılla göstərim həmin hissələri. Baxın bu hissələrdir. İndi bizə lazımdır bunun kəskinməsi. Kəskinməsi fikir versəz bu qırmızı və yaşılın ortaq olduğu yerlərdir. Onda biz oranı yaza bilərik belə. Pi bölünsün 4, üstə gələk 2 pi-in. Çünki bir dənə vahid çevrədə həmin hissəyə uyğun bircə yer var. Yəni onun simmetriki yoxdur. Olur 2 pi-nə. Deməli, burada bərabərlik var deyə hər ikisini alır. Bir də 4-də 3 pi, üstə gələk 2 pi-in. Deməli, burada cavab olur 7-də C variantı. Baxaq növbəti 8-ci suala. Baxaq 8-ci suala. 8-i də buradan yazım. 8-ci sual. Verib kosinüs x, kosinüs x minus 2-də 1 vuraq. Kök altında sinus x minus 2-də 1 böyük bərabərdir 0-dan. Bərabərsizliyinin mənfi pi bölgü, yəni 1-ci və 4-cü rüblərdəki həllini istəyir. Aydın məsələdir ki, yenə bura müsbətdir. Bura müsbət olması üçün sinus x hökmən böyük bərabər 2-də 1 bərabərsizliyi ödənməlidir. Eyni zamanda burada müsbət olmalıdır. Onda orada yazırıq kosinüs x böyükdür, bərabərdir 2-də 1. Sinüs x-in 2-də 1-dən böyük bərabər və kosinüs x-in 2-də 1-dən böyük bərabər olduğunu göstərək. Yəni olduğu hissələr tapaq. Yenə vahid çevrə üzərindən göstərim. Sinüs x-in 2-də 1 aldığı yer 30 dərəcədir. Kosinüs x-in 2-də 1 aldığı yer 60-dır. Sinüs x-in 2-də 1 aldığı yerlər 30 dərəcəni buradan belə göstərək. Daha doğrusu sinüs x-i göstərək. Bura olsun 30 dərəcə. Pi bölünsün 6 və 6-da 5 pi. Sinüs x bundan böyükdürsə qırmızı ilə həmin hissələri göstərirəm. Olur bu şəkildə. Və kosinüs x-in 2-də 1-dən böyük olduğu yerlər. Kosinüs x də aydın məsələdir ki, 2-də 1 alır 60 dərəcədə. Bunu da yaşılla göstərsək, bura əgər 30 dərəcə idisə, yəni pi bölü 6 idisə, onda o da təqribən gəlib düşər bura. Yəni ondan yuxarı hissədə kəsməlidir çevrəndə. Bizə lazımdır bunun kosinüsün bundan böyük olduğu yer. Böyük olduğu yerlər, buranı əvvəlcə qeyd edeyim, pi bölünsün 3'dür və burada mənfi pi bölünsün 3'dür. Bunu da yaşılla qeyd edəcək, böyük olduğu yerlər buralardır. Bizə lazımdır bunun kəskinməsi. Kəskinməsi də fikir versəz, bu yaşılla qırmızının ortaq olduğu yerlərdir. Olar belə pi bölünsün 6-dan, yəni 30-dan pi bölünsün deməli 3-ə kimi. Deməli 8-ci sualda da cavab oldu A variantı. Təbii ki, bunu hər ikisini alır. Şərtdə də bərabərlik işarəsi veribdir. Baxaq 9-cu suala. Deməli yazaq 9-cu sualı. 9. Kosinüs 4x minus 1 bölünsün sinüs 4x. Kosinüs 4x minus 1 bölünsün sinüs 4x. Üstə gələk. 4 tangens 2x kiçikdir, bərabərdir kök 3-dən. Gəlin kosinüs 4x və sinüs 4x'in düsturlarını açaq. Kosinüs 4x'in yerinə yazıram belə 1 minus 2 sinüs kvadratı 2x. Sinüs 4x'də 2 sinüs 2x, kosinüs 2x'dir. Burada mənfi 1 müsbət 1 gedir. Sinüs 2x'in 1 ilə bu gedir. 2'lər də buradan ixtisar apara bilərik. Aldıq mənfi tangens 2x. Üstə gələk 4 tangens 2x. Kiçik bərabərdir kök 3. Biraz buranı balacaladım. Yaxşı görsənsin. Aldıq tangens 2x. Kiçik bərabərdir kök 3 bölünsün 3. Gələk tangensin qrafikini göstərək. Aydın məsələ ki, tangens qrafiki bu şəkildədir və asimptotu mənfi pi bölgüdən müsbət pi bölgüyə kimidir. Buraya yazaq pi bölü 2. Bu da olsun mənfi pi bölü 2. Mənfi pi bölü 2. Və kök 3 bölünsün 3. Deməli, tangens kök 3 bölünsün 3'ü alır 30 dərəcədə. 30 dərəcə. Buraya yazaq tangens kök 3 bölünsün 3. Yəni y bərabər kök 3 bölünsün 3 düz xəttidir. Bunu da kəsdiyi yer, baxın bu hissə olur 30 dərəcə. Bizə lazımdır bundan kiçik olduğu hissələr. Kiçik olduğu hissələr, baxın bu hissədir.
Onda belə çıxır ki, 2x, çünki arqumentimiz 2x-dir. Böyükdür, olmalıdır mənfi pi bölünsün 2 üstə gəlsin pi-dən. Kiçikdir, bərabərdir, olmalıdır pi bölünsün 6 üstə gəlsin pi-in. Hər tərəf 2-yə bölsək mənfi pi bölünsün 4 üstə gəlsin pi-in bölünsün 2. Kiçik bərabər, daha doğrusu kiçikdir x, kiçik bərabərdir. Pi bölünsün 12 üstə gəlsin pi-in bölünsün 2. Deməli, burada cavab 9-da da oldu A variantı. Sonra baxaq 10-cu suala. Baxaq 10-cu suala. 10-cu sualda verib ki, arc sinus x minus 3 böyük bərabərdir 0-dan. Aydın məsələ ki, bunun hər tərəfinə sinus əlavə etsək, olar x minus 3 böyükdür, bərabərdir. Sinusun 0 aldığı yer elə 0-ın özüdür. Buradan alarıq x böyük bərabərdir 3-dən. Və digər tərəfdən arc sinusun təyin oblastı, yəni bu x minus 3 1-dən kiçik və mənfi 1-dən böyük olmalıdır. Hər tərəfi 3 əlavə etsək, onlar 2-dən böyük bərabərdir və 4-dən kiçik bərabərdir. Bunların da hər iki həllin kəsişməsinə baxsaq, hər iki həllin kəsişməsinə baxsaq 3-dən böyük bərabər, 4-dən kiçik bərabər. 10-cu sualda da cavab oldu B variantı. Sonra baxaq 11-ci suala. 11. Deməli, 11-ci sualda veribdir. Modulda sinus 2x vuraq tangens 2x böyük bərabərdir 0-dan. Aydın məsələdir ki, bu modulda olduğuna görə həmişə müsbətdir. Və buradakı tangens 2x də müsbət olmalıdır ki, bizə verilən, yəni müsbət olması ödənsin. Onda yazıram tangens 2x böyük bərabərdir 0-dan. Tangens 2x-in, daha doğrusu tangensin 0-dan böyük olduğu yerlər 1-ci və 3-cü rübdür. Mən onda yazıram 2x böyükdür, deməli bərabərdir. Tangensin 0 olduğu yer və yaxud da 1-ci rübün sərhədləri yazaram 2pi-dən və pi bölünsün 2 üstə gələk 2pi-n. Daha doğrusu bunları pi-in şəklində yazım. Çünki 3-cü rübdə var. Onu da nəzərə almaq lazımdır. 0 üstə gələk pi-n, o eləyər pi-n. Digər tərəfdən tangens 90 dərəcə təyin olunmadığına görə kiçikdir olar. Pi bölünsün 2 üstə gələk, deməli pi-n'lərə kimi. Hər tərəf 2-yə bölsək, alarıq pi-n bölünsün 2-dən, pi bölünsün 4 üstə gələk, pi-n bölünsün 2. Deməli 11-ci sualda da cavab oldu D variantı. Baxaq 12-ci suala. Deməli 12-ci sual yazıram buradan 12. 2 kosinüs kvadratı. Buradan kosinüs x'i kənara çıxartsaq, alarıq kosinüs x minus 2 böyük bərabərdir 0-dan. Digər tərəfdən modulda sinus x böyükdür kök 2 bölü 2. Aydın məsələ ki, kosinüs x mənfi 1, müsbət 1 aralığında qiymətləri alır. Bundan da 2 çıxsaq, mənfi 3, mənfi 1 olar. Yəni onda bura oldu mənfi. Bura mənfidirsə, ifadəmizin müsbət olması üçün kosinüs x də mənfi olmalıdır. Yazıram kosinüs x kiçikdir, bərabərdir 0 olmalıdır. Digər tərəfdən bu şərt ödənməlidir. Yəni sinus x, modulda sinus x böyükdür kök 2 bölü 2. Buranı kvadrata yüksəlsəm hər tərəfi, olar sinusun kvadratı x böyükdür 2-də 1-dən. Sinus kvadratı x-i yarım arqumentlə yazsaq 1 minus kosinus 2x bölünsün 2 böyükdür 2-də 1-dən. Hər tərəf 2-yə vursaq, bunlar gedər. Alarıq kosinus 2x kiçikdir 0. Almış olarıq. Bunu da gətirib burada bunun altından yazıram. Kosinus 2x kiçikdir 0. Deməli kosinus 2x kiçikdir bərabərdir 0 və kosinus 2x kiçikdir 0 olmalıdır. Bunları həll eləsək, kosinus x-in 0-dan kiçik olduğu yerlər aydın məsələ 2-ci, 3-cü rüblərdir. Mən onu belə yaza bilərəm. 2-ci, 3-cü rübləri pi bölünsün 2-dən üstə gələrəm 2 pi-ni. Bir də
2-də 3pi kimi 2-də 3pi üstə gələk 2pi n. Bu oldu bizim birincinin həlli. İkincidə isə kosinus 2x kiçikdir 0 verir. Yenə kosinusun 0-dan kiçik olduğu yerlər ikinci və üçüncü rübdür və burada artıq sanki elə bir bunu yazmışıq və arqumenti bir dənə 2-yə bölmək qalıb. İkincinin həlləri də belə olar. Bərabərlik olmayacaq. Deməli, pi bölünsün 4, üstə gəlinsin pi-dən, 4-də 3pi, üstə gəlinsin pi-nə kimi. İndi gəlin bunun hər ikisinin kəsişməsinə baxaq. Vahid çevrə üzərindən bunları qeyd eləsəm, bu qırmızı ilə qeyd elədiyim 90-dan 270-ə kimi, yəni bu qırmızı ilə işarə etdiyim hissəyə uyğundur. Digəri isə pi bölünsün 4 üstə gəl pi-dən 4-də 3 pi üstə gəlinsin pi-nə kimidir. Pi bölünsün 4 hansı hissədir? Pi bölünsün 4 buradır 45 dərəcə. Bunu buradan qeyd edeyim. 45-dən 4-də 3 piyə kimi, 4-də 3 pi də buradır. Pi bölünsün 4-dən ta ki düz bura kimi və ona simmetrik olan digər yer buradır. İndi gəlin bu iki dənə həllə baxaq. Bax, bizə lazım olan hara oldu? Bunların kəsişməsi, baxın bu qırmızı ilə yaşılın olduğu hissələrdir. Bax bunlar. Bunların hər ikisini yazaq. Deməli, bura aydın məsələdir ki, pi bölünsün 2-dir. Bura aydın məsələdir ki, 4-dən 3 pidir. Bura aydın məsələdir ki, pi üstə gəl pi böl 4, 4-də 5 pidir. 4-də 5 pidir. Bura isə 2-də 3 pidir. 2-də 3 pidir. Biz bunu belə yaza bilərik. Baxın bu həlli, burada göylə göstərdiyimi yaza bilərəm belə. Pi böl 2-dən, aydın məsələdir pi böl 2-ni alır. Pi böl 2-dən 4-də 3 piyə kimi, 4-də 3 pini almır. Pi böl 2 üstə gələk 2 piyin. Burada simmetriklik yoxdur. Bir dənə fikir verin. Bunun hər ikisi y-in sol tərəfindədir və birinin üzərinə nə isə gələndə digərini gedib almır. Yəni o simmetriklik yoxdur. Ona görə bunu ayrı-ayrı həll edərik. Yəni yazıb birləşdirərik. Birincinin həlli pi böl 2 üstə gəl 2 pi-dən, 4-də 3 pi üstə gələk 2 pi-nə kimi. Bunu almır. Birləşər. 4-də 5 pi-dən üstə gələrəm 2 pi-ni. Bir də hara kimi 2-də 3 pi üstə gələk 2 pi-nə kimi. Bunu da alır. Belə bir variant deməli verilibdir A variantında. 12-də də cavab oldu A variantı. Maraqlı bir sual idi. Sonra baxaq 13-cü suala. Burada yazıram 13. 13-də də verib tangens x. Tangens x üstə gələk kotangens x kiçikdir 1-dən. Bərabərsizliyin həlli aralığı aşağıdakılardan hansıdır? Deməli, bunu da açsaq sol tərəfi olar belə. Sinus x bölünsün kosinus x üstə gələk kosinus x bölünsün sinus x kiçikdir 1-dən. Ortaq məxrəc etsək və hər tərəfi 2-yə vursaq, olar belə 2 bölünsün sinus 2x kiçikdir 1-dən. Bu oldu belə. Sonra nə edə bilərik? Bunu tərsinə çevirək. Olsun belə sinus 2x bölünsün 2 böyükdür 1-dən. Daha doğrusu tərsinə çevirməyək buranı. Biri keçirək sol tərəfə. Çünki tərsinə çevirsək biz orada sinusun mənfi və yaxud da müsbət olmasını hələ ki bilmirik də. Ona görə işarəni dəyişib, dəyişməməyimiz falan, yəni onlar biraz qarışdırır. Bunu belə yazaq. Daha doğru olsun deyə 2 bölünsün sinus 2x, sinus 2x daha doğrusu sinus 2x minus 1 kiçikdir 0. Ortaq məxrəc isə 2 minus sinus 2x bölünsün sinus 2x kiçikdir 0. Aydın məsələdir ki, sinus mənfi 1, müsbət 1 aralığında qiymətlər alır. Bunları yazsaq sürət olar müsbət. Sürət müsbət onda məxrəc mənfi olmalıdır ki, verilən şərt ödənsin. Sinus 2x 0-dan kiçik olmalıdır. Bunu həll eləsək, sinus bilirik ki, 0-dan kiçik olduğu yerlər 3-cü, 4-cü rüblərdir. Yəni onu da belə yaza bilərik. Mənfi pi üstə gələk. Baxın, yəni bu hissə, bura nə deməkdir? Mənfi pi-dən 0-a kimi. Mənfi pi üstə gələk 2 pi-dən kiçikdir 2x, bu da kiçikdir
2 pi n kimi. Hər tərəf 2-yə bölsək, mənfi pi bölünsün 2 üstə gəlsin pi n-dən. Alarıq pi n kimi. Burada deməli, baxsaq variantlara, variantlarda bu şəkildə verməyib, periodlarını verməyib. Gəlin burada n2 qəbul edək. Burada n-lərin yerinə 2 yazaq. Aydın məsələ ki, istədiyimiz qiymət yaza bilərik. N-in yerinə istədiyimiz, daha doğrusu tam ədəd yaza bilərik. N-in yerinə 2 yazsaq, alarıq 2-də 3 pi-dən 2 pi-yə kimi. Deməli, cavab oldu 13-də D variant. Sonra baxaq 14-cü suala. Qeyd edeyim ki, 13-cü sualı koşu bərabərsizliyi ilə yazmaq mümkündür. 14-cü suala baxaq. 3 arq kosinüs. Burada gəlin arq kosinusa bir dənə t deyək. Arq kosinüs x-ə bir dənə t deyək. Onlar belə 3t kvadratı üstə gələ 2 pi t minus pi kvadratı kiçik bərabər 0. Bunun köklərini tapsaq, diskriminant bərabərdir. 4 pi kvadratı minus olacaqdır plus. Deməli, 4-ü 3-ə vursaq 12 pi kvadrat bərabər oldu 16 pi kvadrat. Deməli, t1 bərabərdir. Mənfi 2 pi üstə gələk 4 pi bölünsün 6. Buradan alırıq 2 pi bölünsün 6, yəni pi bölünsün 3. t2 bərabərdir. Mənfi 2 pi minus 4 pi bölünsün 6. Buradan da alırıq mənfi pi. Deməli, bunları qeyd eləsək, ədəd 9 üzərində bizə mənfi hissəsi lazımdır. Onda olar mənfi pidən pi bölünsün 3-ə kimi. Bunu hər ikisini də alır. Və biz nə demişdik? Arq kosinüs x bərabər t. Yəni onda t bu aralıqda yerləşsə, arq kosinüs də bu aralıqdadır da. Yazıram arq kosinüs mənfi pidən böyükdür. Pi bölünsün 3-dən kiçikdir. Aydın məsələ ki, arq kosinüsün qiymətlər çoxluğu 0 pidir. 0 pidir. O zaman onda mənfi pidən aydındır ki, böyükdür. Yerdə qalır bir dənə arq kosinüs x kiçik bərabər pi bölünsün 3 olsun. Arq kosinüs x pi bölünsün 3-dən kiçikdirsə, onda digər tərəfdən 0-dan da böyük olmalıdır. Deməli, bunun hər tərəfini kosinüs əlavə etsək, kosinüs 0. Aydın məsələdir ki, arq kosinüs azalan funksiya olduğuna görə işarələr dəyişəcəkdir. Olacaqdır kosinüs arq kosinüs x böyük bərabərdir kosinüs pi bölünsün 3. Kosinüs 0-da 1 alır. Böyük bərabərdir. Buradan tərslə düz gedir qalır. x böyük bərabərdir. Kosinüs 60 dərəcədə alır 2-də 1. Yəni burada da 2-də 1-dən 1-ə kimi cavab olur 14-də B variantı. Sonra baxaq 15-ci suala. Deməli 15. 15-ci sualda verib ki, tangens 2x minus 1 vuraq kök altında sinus x vuraq kök altında kosinüs x böyükdür 0-dan. Bərabərsizliyini həll edin. Yenə bu hesabi cüt dərəcəli kökdən bilirik ki, bura müsbətdir. Eyni ilə bura müsbətdir. Müsbət olması üçün burada müsbət olmalıdır. Onda tangens 2x minus 1 böyükdür 0-dan. Alırıq ki, tangens 2x böyükdür 1-dən. Və digər tərəfdən bu köklərin altı müsbət olmalıdır. Onda yazırıq sinus x böyükdür 0-dan. Kosinus x böyükdür 0-dan. Mən bunu bir dənə tərəf-tərəfə vursam bu ikisini. Olar sinus 2x böyükdür 0. Aldıq belə. Çünki burada müsbət, burada müsbət. 2 müsbəti vursaq yenə də müsbət alınır. Sinus 2x hər tərəfdə 2-yə vuraram. Sinus 2x böyükdür 0. Bunları buradan qeyd edirəm. Tangens 2x böyükdür 1 və sinus 2x böyükdür 0. Bu iki dənə həllin bizə lazımdır ki, kəsməz. Tangens 2x deməli 1-dən böyükdür. Tangensi qeyd edək. Asimptotları mənfi pi bölü 2, müsbət pi bölü 2, müsbət pi bölü 2. Tangensi 1-i aldığı yer 45 dərəcədir. Burada oldu 45 dərəcə. Burada yazaq pi bölü 4. Və bizə bundan böyük olan lazımdır, yəni bura. Onda aldıq ki, 2x kiçikdir olmalıdır. Pi bölünsün 2 üstə gəl pi n-dən. Böyük bərabər olmalıdır. Pi bölünsün 4 üstə gəl pi n-dən. Hər tərəf 2-yə bölsək, alarıq pi bölünsün 8 üstə gəlsin. Pi n bölünsün 2. Pi burada bərabərlik yoxdur.
Pi bölünsün 4 üstə gəlinsin pi'nin bölünsün 2. Digər tərəfdən sinüs 2x böyükdür 0-dan. Sinüs 2x'in 0-dan böyük olduğu yerlər birinci, ikinci rüblərdir. Onu da yaza bilərik. 2 pi'ndən böyükdür 2x. Diqqətlə bura baxsaq, burada bərabərlik olmadığına görə mən buradakı bərabərlikləri də sileyim. Bu da bərabər olmur. Aha. Deməli 2x bir də nədən kiçik olmalıdır? İkinci rübün sərhəddindən, yəni olar pi üstə gəl 2 pi'ndən. Hər tərəf 2'yə bölsək alarıq pi'ndən böyükdür 2x. Pi bölünsün 2 üstə gəlsin pi'ndən də kiçikdir. Aldığımız bu 2 dənə həlli kəsişdirək. Yenə vahid çevrə çəkirəm. Vahid çevrə üzərindən göstərsək, pi bölünsün 8 üstə gəl pi'nin bölünsün 2. Pi bölünsün 8 təxminən buradır. Təxminən buradır. Pi bölünsün 8. Və pi bölünsün 4. Pi bölünsün 4. O da təxminən buradır. Burada yazıram pi bölünsün 4. Bunun həlli buradır. Və dövrü də 90 dərəcədir. Hər 90 dərəcədən bir təkrarlanır. Misal üçün bir bura. Buranı qeyd edeyim. Bir də bura 90 dərəcədən. Pi bölü 8'in üstə 90 dərəcə gəlsək, pi bölü 8 təxminən 22.5'dir. Üzərinə 90 dərəcə gəlsək, gəlib alarıq 90 üstə gəl 22.5. Alarıq 112.5. 112.5. 45 də üzərinə 90 gəlsə 135. Bir də oldu belə. Beləcə 90-90 dövr eləyə apara bilərik. İndi bir də bu həll var. Bu həll isə 0, yəni 0-dan pi bölünsün 2'yə qədər olan hissənin üzərinə 90 gəlir. Yaxud 0-dan pi bölünsün 2'nin üzəri buradır. Və bizə lazım olan hissə bu qırmızı ilə yaşılın kəsişdiyi yerlərdir. Bir də daha doğrusu burada dövrü 180 idi. Bir də buranı qeyd edə bilərik. Yəni burada da ki, aydın məsələdir ki, bunları da qeyd eləsək bu şəkildə olar. İndi baxın sizə bir nəyi göstərim. Buranı da qırmızı ilə qeyd edeyim. İndi bura. Bu 3-cü rübdə, tutaq ki, 3-cü rübdə olan həlli götürsək, 3-cü rübdə olan həll, yəni sinus 3-cü rübdə mənfidir, kosinus da mənfidir. Bizdə isə burada hər ikisi kökün altdaydı. Onda belə çıxır ki, bizə lazım olan sinusla kosinusun müsbət olduğu yer birinci rübdə olan həllər lazımdır. Yəni bura lazımdır. Biz də oranı yaza bilərik belə pi bölü 8. Bir də müsbət olması üçün üzərinə 2 pi gələrəm. Daha doğrusu bunu almır. Çünki şərtdə bərabərlik yoxdur. Bir də pi bölü 4 üstə gəlsin 2 pi n kimi. Deməli burada da cavab oldu 15-də D variantı. Sonra baxaq 16-cı suala. 2 tangens x, 2 tangens x minus üstə gəl daha doğrusu sinus x minus kosinus x çıx 2 böyük bərabərdir 0. Burada deməli neyiniyik? Bunu yazaq belə 2 sinus x bölünsün kosinus x minus 2. Üstə gəl sinus x minus kosinus x böyükdür bərabərdir 0-dan. Ortaq məxrəc etsək kosinus x burada olur 2 sinus x minus 2 kosinus x. Üstə gəl sinus x minus kosinus x böyük bərabər 0. Deməli, hər birindən sinus x minus kosinus x-i kənara çıxarsaq, alınar belə sinus x minus kosinus x. Qalar yerdə 2 kosinus x. Üstə gələk 1. Böyük bərabərdir 0-dan. Bizə lazımdır bu bərabərsizlik. Kosinus x alır mənfi 1-dən müsbət 1-ə kimi. Aha, burada mənfi 1 müsbət 1 yerinə yazdıqda bir dəfə mənfi, bir dəfə müsbət alırıq. Deməli, burada olmur. Onda şərt təyin eləyək. Deməli, şərtimizi nətər təyin eləyək? Birinci, deyirəm ki, bura müsbət olsun. O zaman burada müsbət olsun. Onda sinus x böyükdür, bərabərdir kosinus x yazıram. Daha doğrusu bunu belə yazaq. Sinus x minus kosinus x böyükdür, bərabərdir 0. Eyni zamanda
eyni zamanda 2 bölünsün kosinüs x böyükdür, bərabərdir. Daha doğrusu üstə gələk böyük bərabərdir 0-dan. Bu şərtlər ödənməlidir. Başqa nə cür ola bilər? Bunun hər ikisi mənfi ola bilər. Yazaram sinüs x minus kosinüs x kiçikdir, bərabərdir 0-dan. 2 bölünsün kosinüs x plus 1 kiçik bərabərdir 0. Bu iki dənə bərabərsizliklər sistemini həll eləyək. Deməli, birincidə əlavə arqument daxil etsək, olar kök altda 2 sinus x minus 45 dərəcə böyük bərabər 0. Hər tərəf köküyə bölsək bu gedər. Buradan alarıq ki, x minus 45 sinusun 0-dan böyük olduğu yerlər birinci, ikinci rüblərdə. Bu 45 silək pi böl 4 yazaq bunun yerinə. Yazaq pi böl 4. Sinusun lazımdır, deməli birinci, ikinci rübləri olduğu yerlər. Birinci rüb yazmaq üçün yazarıq bura 2 pi n. Digər tərəfdən də pi üstə gəl 2 pi n yaza bilərik. Hər tərəfə müsbət pi böl 4 əlavə edəcək. Olar pi böl 4 üstə gəl 2 pi n kiçik bərabərdir x. Kiçik bərabərdir. Deməli, pi-nin üstə pi böl 4 gəlsək, alarıq 4-də 5 pi üstə gəl 2 pi n. Keçdik ikinci bərabərsizliyə. Ortaq məxrəc etsək, alarıq 2 üstə gəlinsin kosinüs x. Kosinüs x bölünsün kosinüs x böyükdür, bərabərdir 0. Aydın məsələdir ki, bura müsbətdir. Kosinüsün qiymətlər çoxluğunu yerinə yazsaq görərik. Bura müsbətdir, onda burada müsbətdir. Kosinüs x-in müsbət olduğu yerlər birinci və dördüncü rüblərdir. Onu da belə yaza bilərik. Mənfi pi böl 2 üstə gəl 2 pi n-dən pi bölünsün 2 üstə gəl 2 pi n kimi. Aldığımız bu iki dənə həlli kəsişdirək. Deməli, bunu da aşağıdan qeyd edeyim. Vahid çevrə üzərindən göstərsək əgər, pi bölünsün 4 45 dərəcə deməkdir. Yəni bu 45 dərəcədən üzərinə 2 pi gəlir. Təzədən yenə eyni yerə gəlir və 4-də 5 pi, o da bura deməkdir. Pi bölünsün 4, bir də 4-də 5 pi. Burada yazaq 4-də 5 pi. X pi bölünsün 4-dən böyük olmalıdır. 4-də 5 pi-dən kiçik olmalıdır. Və o olan hissələr də buradır. Digər tərəfdən kosinüs x üçün də burada yazmışdıq. Daha doğrusu bu kosinüsü silin. Burada x olmalıdır. X o şərtləri ödəməlidir. Onu da qırmızı ilə göstərək. Mənfi pi bölü 2 buradır. Bura yazıram. Mənfi pi bölü 2. Müsbət pi bölü 2 də buradır. Həmin qırmızı ilə də göstərdiyimiz hissə buradır. Deməli, onda belə çıxır ki, bunların kəsişməsi pi bölünsün 4-ü alır. Pi bölünsün 4-ü alır. Üstə gələrik. Deməli, pi bölünsün 4-ü alır. Deməli, dövrü nə olar? Daha doğrusu, burada mənfi pi bölünsün 2. Düz. Üzərinə gələrik 2 pi-ni. 2 pi-ni. Hara kimi? Olar deməli, pi bölünsün 2 üstə gəlsin 2 pi-nə kimi. Və bunu da almır. Bu oldu belə. Gəldik ikinci hissəyə. Bunu həll eləyəsi olsaq, burada kök altda 2 sinus x minus 45 dərəcə kiçikdir, bərabərdir 0. Kök 2-ni buradan silərəm. Yenə alarıq x minus pi bölünsün 4. Sinusun 0-dan kiçik bərabər olduğu yerlər 3-cü, 4-cü rüblərdir. Yəni, oranı da yazarıq belə. Pi üstə gəlinsin. Daha doğrusu, mənfi pi üstə gəlinsin 2 pi-in. Bir də ta ki 2 pi-nin özünə kimi. Hər tərəfə müsbət pi bölü 4 əlavə eləsək, alarıq mənfi 4-də 3 pi üstə gəl 2 pi-dən x. Pi bölünsün 4 üstə gəlsin 2 pi-nə kimi. Digər tərəfdən bu ikincini də həll eləyəsi olsaq, ortaq məxrəc eləsəm 2 üstə gəl kosinüs x bölünsün kosinüs x kiçik bərabərdir 0-dan. Baxaq, kiçik bərabərdir 0-dan. İndi bizə bu həll lazımdır. Burada da aydın məsələdir ki, sürət müsbətdir, onda məxrəc mənfi olmalıdır. Alaram kosinüs x kiçikdir 0. Kosinüsün 0-dan kiçik olduğu yerlər bilirik ki, ikinci, üçüncü rüblərdir.
Oranı da yaza bilərik belə. Pi bölünsün 2 üstə gəlsin 2 pi-dən x. 2 də 3 pi üstə gəlsin 2 pi-yə kimi. Bu 2 dənə həlli gətirib kəsişdirsək, onu da aşağıda qeyd edirəm. Deməli, vahid çevrə üzərindən göstərsək, birincisi mənfi 4-də 3 pi-dən pi böl 4-ə kimidir. Mənfi 4-də 3 pi, mənfi 4-də 3 pi buradır. Mənfi 4-də 3 pi. Daha doğrusu mənfi 4-də 3 pi ora deyil. Mənfi 4-də 3 pi buradır. Buraya yazıram mənfi 4-də 3 pi. Bir də pi böl 4, pi böl 4 də buradır. Pi bölünsün 4 də buradır. Bizə lazımdır pi bölünsün 4-dən kiçik, mənfi 4-də 3 pi-dən də böyük olan hissə, onu göstərdik, oldu bura. Digər tərəfdən də pi böl 2 ilə 2-də 3 pi arasında olan hissə, yəni o da buradır. Pi böl 2-dən böyük olan hissə. Aha. Deməli, bu oldu belə. İndi bunların kəsişməsinə baxsaq, olar belə mənfi 4-də 3 pi üstə gələk 2 pi-dən ta ki pi bölünsün 2 üstə gəlsin 2 pi-yə kimi, amma bunu almır. İndi bu yazdıqlarımız ki var, burada da bir həll tapmışdıq, burada da bir həll tapmışıq. Bunun hər ikisinin birləşməsini götürməliyik. Çünki biz burada yazarkən 2 dənə şərt qoyduq. Belə və ya belə ola bilər. Yəni onda bunların birləşməsinə baxsaq, bir dənə yekə vahid çevrə çəkim. Biri pi böl 4 üstə gəl 2 pi-dən pi böl 2 kimidir. Pi böl 4 buradır. Biri isə mənfi 4-də 3 pi-dən, deməli, biz burada səhv yazmışıq. Bura mənfi pi böl 2 olmalıdır. Çünki bu aşağıya qədər olur da. Aha. Biri də 4-də 3 pi, 4-də 3 pi də buradır. Bura pi bölünsün 4-dür. Burada 4-də, mənfi 4-də 3 pi-dir. Biri buradır. Biri isə bu aşağı hissədir. Görürsünüz, bir-birinə simmetrikdir. Onda elə mən bunun birini yazıb, yəni pi böl 4-ü yazıb, üzərinə pi-yin gəlsəm, gəlib taparam da buranı. Bunu alar və bir də ki pi böl 2 üstə gəlsin pi-in yazaram və o hissəni də almır. Yəni buranın da üzərinə 180 gəlsən buranı alaram. Deməli, belə bir də cavab verilibdir D variantında. Sonra baxaq 17-ci suala. 17. 17-ci sualda kök altında tangens x plus kök 3. Vuraq. Sinusun kvadratı 2x kiçikdir, bərabərdir 0. Aydın məsələdir ki, hər hansı bir ədədin kvadratı, yəni bu həmişə müsbət eləyir və yaxud da 0 eləyir. Bu da ki, cüt dərəcədən kök olduğuna görə bu da ki, 0 və ya müsbət eləyir. Onda belə çıxır ki, bu heç vaxt mənfi olmaz. 2 dənə müsbəti bir-birinə vursaq, ya müsbət eləyir və yaxud da ki, ədədlərdən hər hansı biri və yaxud da ikisi 0-dırsa 0 eləyir. Onda belə çıxır ki, sinus 2x bərabərdir 0 olmalıdır. Bir də tangens x plus kök 3 bərabərdir 0. Digər tərəfdən tangens x plus kök 3 böyük bərabər 0 şərti də ödənməlidir. Çünki cüt dərəcədən kökün altıdır və bu müsbət olmalıdır. Bunları həll etsək, sinus 2x-in 0 olduğu yerlər, 2x bərabərdir sinusun 0 olduğu yerlər elə pi-nlərdir. X bərabərdir pi-n bölünsün 2-yə. Bu oldu belə. Sonra tangens x bərabər mənfi köksə, tangens x bərabər mənfi köksə, x bərabərdir. Tangensə mənfi kökçüsü aldığı yerlər mənfi pi bölünsün 3 üstə gəlsin pi-nlərdir. Bir də bunu tapdıq. Bir də tangens x böyükdür, bərabər də mənfi kökçüsü olmalıdır. Yəni təyin oblasını tapmalıyıq. Bunu da ədəd 9 üzərindən göstərsək, daha doğrusu koordinat 9 üzərindən göstərsək, qrafik bu şəkildədir. Mənfi kökçüsü düz xəttdə budur və mənfi kökçüsü aldığı yer mənfi, deməli 60 dərəcədir. Yəni mənfi pi bölünsün 3-dür. Bizə lazımdır bundan böyük olan hissə, yəni bu hissə. Bunun da asimptotu müsbət pi bölü 2-yə kimidir. Onda alırıq belə. Mənfi pi bölünsün 3 üstə gəlsin pi-dən, pi bölünsün 2 üstə gəlsin pi-nə kimi. Aldıq bunları. İndi qulaq asın.
Biz burada bir dənə kök bunu tapmışıq. Bu pi bölünsün 2 bilsiz nə deməkdir? Koordinat sistemində, yəni vahid çevrə üzərindən göstərsək, baxın bu yumru qoyduğum hissələrdir. Bunlardır. İndi biz nəyə fikir verməliyik? Mənfi pi bölü 3 üstə gəl pi-dən pi bölünsün 2-yə kimi. Mənfi vahid çevrəni yaxşı olaraq ki qeyd edeyim. Bu olsun bizim çevrəmiz. Deməli, mənfi pi bölünsün 3 hansı yerdir? Mənfi pi bölü 3 buradır. Mənfi pi bölü 3 buradır. Bunu qeyd edeyim. Bura oldu mənfi pi bölünsün 3. Buradan böyükdür, pi bölünsün 2-dən kiçikdir. Buranı qırmızı ilə göstərirəm, olur belə. Və aydın məsələdir ki, tangens 90 dərəcə təyin olunmuyor. Onda mən bu qırmızını silirəm. Bunun içini boş saxlayıram. Gətirib yazıram buradan. Eyni zamanda bu 2-də 3 pi, bunu da silirəm. Bunun da içini boş saxlayıram. Burada olur belə. Və bizim köklər biri mənfi pi bölü 3-ün özü idi. Baxın burada qeyd eləmişik. Onda bunun için qaralayıram. Biri budur. Kökümüzün biri odur. Kök daxildirmi təyin oblasda? Daxildir. Onda biz bunu götürərik. Digər tərəfdən pi bölünsün 2-də nələr yerləşir? Pi bölünsün 2-də yerləşir. Misal üçün 0, pi bölünsün 2. Yəni yenə 1 versək alarıq pi bölünsün 2. Sonra nə bilim pi-nin özünü alarıq. 2-də 3 pi alarıq. Mənfi pi alarıq və s. Bu şəkildə davam elətdirə bilərik. Bizə lazım olan nədir? Təyin oblastına daxil olan hissələr. Təyin oblastına daxil olan hissə aydın məsələ ki, pi bölü 2-nin özü deyil. Çünki pi bölü 2-də tangens təyin olunmuyub. Onda bir dənə qalır pi-nin özü. Bir də bu 0 olması üçün, yəni 0 olanda da ödənir. 0 olması üçün bir də bu nöqtənin özüdür. O nöqtənin özündə də ödənir. Burada deməli tangens x olur 0, kökün altı müsbət kök 3 qalır, sinus da 0-dır, 0 da vuranda hər hansı bir də 0. Yəni bir də buranın özü ödənir. Yəni bu 2 dənə yer ödənir. Onda bizim köklər nələr oldu? Biri bu oldu. Bunun üzərinə biz dövrünü gələ bilərik. Mənfi pi bölünsün 3 üstə gəlsin pi-nin. Çünki burada yazmışdıq onu. Bunu təkcə alır, yəni aralıq deyil, köklərdir. Bir də alır, deməli, bunları da biz pi-n'lərlə yaza bilərik. Bir də olur pi-n'lər. Deməli, burada da cavab olur C variantı. Baxırıq 18-ci suala. Deməli, video 57-ci dəqiqədir, gedir 18. A parametrin hansı qiymətində bu bərabərsizliyi həmişə ödənir? Bunu buradan qeyd eləsəm, modulda tangens x üstə gələk modulda kotangens x böyük bərabər A-dan. Deməli, sol tərəf aydın məsələdir ki, hər ikisi müsbətdir, çünki ikisi də moduldadır. Koşu bərabərlisinə görə və yaxud da ki, ədədi orta birlikəndəsi ortadan böyükdür. Onda modulda tangens x üstə gələk modulda kotangens x böyükdür, bərabərdir. 2 kök altında modulda tangens x vuraq modulda kotangens x. Bu da ki 2 edir. Aldıq belə. Tangens x üstə gələk, daha doğrusu bu moduldaydı. Üstə gələk modulda kotangens x böyük bərabərdir 2-dən. Bizə deyir ki, A parametr hansı qiymətlə bərabərsizlik həmişə ödənir. Burada ifadəmiz həmişə 2-dən 2-yə bərabər və yaxud 2-dən böyük olur. Onda burada A-mız 2-dən kiçik bərabər olmalıdır. Misal üçün A-mız 1 olsa bu həmişə ödənir. A-mız 2-nin özü olsa həmişə ödənir. Amma A-mız 3 olsa bu həmişə ödənməz. Tangens x və kotangens x-in elə bir qiymətləri var ki, misal üçün 2.5 də ola bilər. Yəni onda belə çıxır ki, biz bu A-nı 2-dən kiçik bərabər götürməliyik ki, ödənsə. Misal üçün mənfi ədəd qoysan 2 dənə modulun cəmi həmişə onsuz da müsbət eləyər. Onda cavab burada 18-də oldu B variantı. Baxaq 19-cu suala. 19. Deməli 19-da verir pi bölünsün 2 minus yazaq pi bölünsün 2 minus arc kosinus
x minus 3. Kiçik bərabərdir. Tangens kök 3 bölünsün 3'ü alır. Deməli pi bölünsün 6'da. Burada 90 çıx 30 eləyir 60 dərəcə. Yəni pi bölünsün 3'dən. Burada yazaq arc kosinus x minus 3. Bu oldu belə. Biz bilirik ki, arc kosinus həmçinin qiymətlər çoxluğu 0-dan pi-yə kimidir. Onda bunun bir tərəf pi olmalıdır. Bunun hər tərəfinə kosinus əlavə etsək, kosinus pi bölünsün 3'də alır 2'də 1. Azalan funksiya deyə arc kosinus işarəsini dəyişir. Qalır x minus 3 böyük bərabər kosinus pi-də alır mənfi 1. Hər tərəfi 3 əlavə etsək 3 üstə gəlir 2'də 1. Burada da alarıq 2. Yəni buranı yaza bilərik 2'də 7 x bir də 2. 2'dən böyük, 2 də 7'dən də kiçik bərabər. Buradakı x'in, yəni təyin oblasını təyin eləsək, x minus 3 kiçik bərabərdir 1'dən, böyük bərabər mənf 1'dən. Hər tərəfə 3 əlavə etsəm, alaram 2'dən böyük bərabərdir x, 4'dən kiçik bərabər, 2'də 7'dir, 3 onda 5'dir. Deməli, bu aldığımız aralığın hər iki tərəfi buna daxildir. Onda elə cavab bunun özünü götürə bilərik. Deməli, 19'da cavab oldu A variantı. Gəldik nəhayət sonuncu 20-ci suala. 20-ci sual. Verib ki, kosinus x vuraq. Tangens x kiçik bərabər 0. Tangens x-də yazaq belə. Sinus x bölək kosinus x kiçik bərabərdir 0. Burada kosinus x fərqlidir 0 deyib bunları ixtisar apara bilərik. Kosinus x 0'dan fərqli olsun. Sinus x də mənfi olsun. Kiçik bərabər 0 olsun. Bizə bu həllər lazımdır. Deməli 20-ci sual. Belə eləyək ki, variantlarda yaxşı görsənsin. Deməli kosinus x kiçikdir 0'dan. Daha doğrusu 0'dan fərqli olduğu yerlər. Sinus x-in də 0'dan kiçik olduğu yerlər. Sinus x 0'dan kiçik olduğu yerlər. Bu qırmızı ilə işarə elədiyim hissələrdir. Və kosinusun da həmin yerlərdə 0 almaması lazımdır. Onda buranı 270'i boş saxlamalıyıq. Mən bunları belə yaza bilərəm. Bura mənfi pi'dir. Buradakı 0'dır. Yazaram mənfi pi üstə gəlinsin 2 pi k-dan. Hara kimi? Deməli, mənfi pi böl 2'yə kimi. Mənfi pi böl 2 üstə gələk 2 pi k-ya kimi. Bunun deməli bərabərlik olduğuna görə bunun bir tərəfini alır. Buranı almır çünki 0 ola bilməz. Birləşər. Təzədən həmin yerdə mənfi pi böl 2 üstə gəlir 2 pi k-dan. Bir də 2 pi k-nın özünə kimi və 2 pi k-nı da alır. Belə bir variant deməli harda verilib? Heç bir yerdə. Amma C variantında bunu ümumiləşdirib verib. Yəni buradan birbaşa bura kimi veribdir. Və bir dənə ortada fərq qoyub ki, bu olmasın. Yəni biz yazdığımızla demək olar ki, eynidir. Orada olar C variantı. Belə tipli videoların davamlı olmasını istəyirsə, kanala abunə olmağı, paylaşmağı unutmayın. Sağ olun. Gələn videolarda görüşənədək.